Salam, hər vaxtınız xeyir olsun əziz yoldaşlar. Hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Güvən Nəşriyyat tərəfindən növbəti blok sınaq imtahanı keçirilmişdir. Və mən bugün sizə bu sınaq imtahanında coğrafiya fənnindən istifadə olunmuş sualların izahını təqdim edəcəm. Siz bu videozahda 11-ci siniflər üzrə bu sınaq imtahanında coğrafiyadan istifadə olunmuş sualların izahı ilə tanış olacaqsınız. Əgər 10-cu siniflər üzrə e, coğrafya fənnindən istifadə olmuş sualların izahı ilə tanış olmaq istəyirsinizsə, növbəti video izaha baxa bilərsiniz. Deməli, biz izaha keçid edək. Birinci sual ilə başlayaq. Birinci sualda qeyd olunur ki, İnari Gölü üçün doğru xüsusiyyətləri müəyyən edin. Əziz yoldaşlar, bilirsiniz ki, İnari Gölü Finlandiya dövlətinin ərazisində yerləşir. Tektonik buzlaq mənşəli göldür, şirin suludur, axarlıdır. İndi gəlin bu göl ilə bağlı doğru fikirləri təyin edək. Deyir, Sayma gölünün yerləşdiyi ölkənin ərazisindədir. Bildiyiniz üzrə həm Sayma, həm də İnari gölləri Finlandiya dövlətinin ərazisindədir. Yəni birinci fikir doğrudur. Hind okeanı hövzəsinə aiddir. Bu fikir doğru deyil. Çünki İnari gölü Atlantik okeanı hövzəsinə aiddir. Axarsız göldür. Bu da doğru deyil. Çünki şirin suludur və axarlı göldür. Aid olduğu ölkə, yəni Finlandiya iki işıqlama qurşağında yerləşir. Doğrudur. Çünki Finlandiyanın şimal qütb dairəsi paralel xətti kəsir. Yəni 66,5 dərəcə şimal enliyi kəsir. Buna görə də Finlandiya şimal qütb işıqlama qurşağında və şimal mülayim işıqlama qurşağında yerləşir. Şirin suludur. Bu ifadə doğrudur. Çünki axarlıdır. Şimal dənizinin su toplayıcı hövzəsində yerləşir ifadəsi doğru deyil. Ona görə ki, İnari Gölü və Sayma Gölü hər ikisi də Baltik dənizinin su toplayıcı hövzəsinə aiddir. Burada doğru fikirlər birinci, dördüncü və beşinci fikirlərdir. Yəni doğru cavabımız olacaqdır A variantı. Növbəti sual. Daxili axarsız hövzənin çayları. İlk öncə siz bilməlisiniz ki, daxili axarsız hövzə dedikdə nə nəzərdə tutulur? Bilməlisiniz ki, əgər bir çayın mənsəbi, yəni eroziya bazisi heç bir okeana, birbaşa çıxışa malik deyilsə, deməli həmin su hövzəsi daxili axarsız hövzə hesab olunur. Baxaq, İordan çayı daxili axarsız hövzəyə aiddir. Ona görə ki, İordan çayının mənsəbi Ölü dənizdir. Baxmayaraq ki, adı Ölü dənizdir, amma bildiyiniz kimi göldür. İsrail və İordaniya dövlətlərinin sərhəddində olan Buxor çökəkliyində yerləşir Ölü dəniz və Dünya okeanı ilə əlaqəsi yoxdur. Ona görə də İordan çayı da bura töküldüyünə görə daxili axarsız hövzəyə aid hesab olunur. Qaşqadəriyə çayı bu da biz deyəcəyik ki, Mərkəzi Asiyanın daxili axarsız hövzəyə aid olan çaylarındandır. Yana çayı və Kolima çayı Şimal Buzlu Okean hövzəsinə aiddir. Tarim çayı Asiyanın daxili axarsız hövzəyə aid olan çaylarındandır. Qızılırmaq çayı Türkiyədə yerləşir. Qara dənizə tökülür. Yəni Atlantik okean hövzəsinə aiddir. Burada daxili axarsız hövzəyə aid olan çaylar 1, 2 və 5 olacaq. B variantı. Növbəti sual. Hindçin yarımadasının sahillərini yuyan su hövzələrindən deyil. Hindçin yarımadası bilirsiniz ki, Asiya qitəsinin cənub şərqində yerləşir. Hansı ki, Hindçin yarımadasında Vietnam, Laos, Kamboca, Tayland, Myanma kimi dövlətlər yerləşir. Hindçin yarımadanın sahillərini Cənubi Çin dənizi, Andaman dənizi, Bengal körfəzi və Siyam körfəzi kimi su hövzələri yuyur. Amma Sulu dənizi bilməlisən ki, Filippin adalarının və Kalimantan adasının, yəni Borneo adasının sahillərini yuyur. Hindçin yarımadasının sahillərini yumur. Ona görə də biz deyəcəyik ki, doğru cavabımız Y variantıdır. Növbəti sualımız cədvələ əsasən doğru sıraları müəyyən edin deyir. Burada ölkələr verilib və həmin ölkələrlə bağlı əlamətlərdən doğru olanlarını seçməliyik. Baxaq. Birinci sırada Norveç, Kanada və Yaponiya verilib. Fikir olaraq alüminium istehsalına görə fərqlənir deyir. Bəli, Norveç, Kanada, Yaponiya alüminium istehsalına görə fərqlənirlər. Alüminiumun istehsalı üçün güclü enerji lazımdır və bu dövlətlər inkişaf etmiş ölkələrdir və kifayət qədər də enerji ehtiyatına malikdirlər. Ona görə alüminium istehsalına görə fərqlənirlər. Birinci fikir doğrudur. Braziliya, Qana və Kotdivarla bağlı qeyd olunur ki, kakao istehsalına görə fərqlənirlər. Bəli, biz bilməliyik ki, qeyd olunmuş dövlətlər kakao istehsalına görə fərqlənir.
Çili, Liberiya və Mavritaniya dəmir filizi hasilatına və polad əridilməsinə görə fərqlənirlər. Birincisi, Çilidə dəmir filizi ehtiyatı qeyd eləməmişik. Çili xüsusilə mis ehtiyatına görə fərqlənir. Liberiyada dəmir filizi ehtiyat desək də, Liberiya, Mauritaniya kimi dövlətlərdə dəmir filizi hasilatı qeyd olunsa da, amma polad əridilməsinə görə bu dövlətlər fərqlənmir. Çünki polad əridilməsi üçün də kifayət qədər ölkənin enerji potensialı olmalıdır. Bu dövlətlər kasıb dövlətlər olduqlarına görə bu dövlətlərin enerji potensialı zəifdir. Ona görə polad hasilatına görə fərqlənmirlər. Deməli, üçüncü fikir doğru deyil. Türkiyə, İran, İraq. Bunlarla bağlı qeyd olunur ki, demoqrafik keçidin 4-cü mərhələsindədirlər. Sizlər bilməlisiniz ki, demoqrafik keçidin 4-cü mərhələsində olan dövlətlər əsasən demoqrafik böhranın səciyyəvi olduğu, yəni təbii artımın mənfi olduğu ölkələrə aiddir. Amma Türkiyə, İran, İraq bunlar müvafiq olaraq 2-ci və 3-cü mərhələdə hesab olunurlar. Yəni demoqrafik keçidin 4-cü mərhələsinə aid deyillər. Danimarka, Niderland və İsveçrə ilə bağlı qeyd olunur ki, südlük və südlük ətlik istiqamətli heyvandarlıq inkişaf etmişdir. Bu doğru fikirdir. Ümumiyyətlə siz bilməlisiniz ki, Avropada əsasən heyvandarlığın südlük və südlük ətlik istiqaməti inkişaf edib. İstisna dövlətlər Portuqaliya, İspaniya, Norveç, İsveç və Finlandiya dövlətləridir. Bundan başqa bütün Avropa dövlətlərində südlük, südlük ətlikdir. Adlarını qeyd etdiyi 5 ölkədə isə ətlik istiqamətli heyvandarlıq inkişaf etmişdir. Çin, Laos və Monqolistanla bağlı qeyd olunur ki, dünyanın 5 sosialist ölkəsindən 3-üdür. Bilməlisiniz ki, Monqolistan sosialist ölkə deyil. Ona görə 6-cı fikir doğru deyil. Burada doğru cavabımız 1, 2 və 5 olacaq. Yəni A variantı. Növbəti sualda qeyd olunur ki, 22 dekabrda Günəş hansı adada zenitdə olur? 22 dekabrda bilirsiniz ki, Günəş cənub tropik xətti üzərindədir və əgər 22 dekabrda Günəşin hansı adada zenitdə olduğunu bilmək istəyiriksə, o zaman biz cənub tropik xəttinin kəsdiyi bir adanı seçməliyik. Verilənlər arasında cənub tropik xəttinin kəsdiyi ada Madagaskar adasıdır. Deməli, 22 dekabrda Günəş Madagaskar adası üzərində zenitdə ola bilər. Doğru cavabımız olacaqdır. Y variantı. Növbəti sualımız, hansı Asiya xalqları Hind-Avropa dil ailəsinə mənsub deyil, deyir? Bengallar bilməlisiniz ki, məhz Hind-Avropa dil ailəsinə aiddir. Belə ki, Hind-Avropa dil ailəsinin Hind-Ari dil qrupuna daxildir. Ona görə bir doğru cavabımız olmayacaq. Taciklər Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddirlər. Ona görə biz deyəcəyik ki, bu da seçilməyəcək. Xakaslar Altay dil ailəsinin Türk dil qrupuna aiddirlər. Ona görə bunlar Hind-Avropa dil ailəsinə daxil olmadıqları üçün biz bunları seçirik. Tibetlilər Çin-Tibet dil ailəsinə aid olduqları üçün biz bunu da seçirik. Əfqanlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddirlər. Ona görə bunu seçməyəcəyik. Evenklər Altay dil ailəsinin Tungus-Mancur dil qrupuna aid olduqları üçün bunu seçirik. Deməli, Hind-Avropa dil ailəsinə aid olmayanlar Xakaslar, Tibetlilər və Evenklər oldu. Dediyim kimi Xakaslar və Evenklər Altay dil ailəsinə aiddir. Belə ki, Xakaslar Altay dil ailəsinin Türk dil qrupuna daxildir. Evenklər isə deməli Altay dil ailəsinin Tungus-Mancur dil qrupuna daxildir. Tibetlilər isə ümumiyyətlə Çin-Tibet dil ailəsinə aiddir. Deməli, doğru cavabımız 3, 4 və 6 olmaqla D variantı olacaqdır. Növbəti sualımız cədvələ əsasən doğru olmayan sıraların müəyyən edin deyir. Deməli, şərti şəhərlər, yatağın adı və yerləşdiyi fiziki coğrafi rayon verilib. Belə ki, bu Qızılın şərti şəhərəsidir, Vecnəli Qızıl yatağıdır və Həkəri fiziki coğrafi rayonunda yerləşir. Deməli, birinci sırada verilən fikirlər doğrudur. Bu molibdenin şərti şəhərəsidir. Molibden Paraqaçayda və Diyaqçayda da doğrudur. Amma Paraqaçay yatağı Şərir Ordubat yox, Günnüt Qapıcıq fiziki coğrafi rayonunda yerləşir. Ona görə ikinci bənd doğru deyil. Bu Misin şərti işarəsidir. Mis Gədəbəydə Qaradağ yatağında var və Gəncə fiziki coğrafi rayonunda yerləşir. Deməli, üçüncü fikir doğrudur. Bu Alunitin şərti işarəsidir. Alunit Zəylikdədir, Daşkəsən rayonunun ərazisində. Amma Qazax Qarabağ yox, Gəncə fiziki coğrafi rayonunda yerləşir. Deməli, dördüncü fikir doğru deyil. Bu gördüyünüz polimetalın şərti işarəsidir. Katexçay polimetal yatağıdır. Zaqatal Allahıcıda yerləşir. Deməli, bu doğrudur. Gördüyünüz bu şərti işarə Kıvars qumunun şərti işarəsidir.
Şahtaxtı ama kvars kumu deyil. Şahtaxtı travertin yatağıdır. Ona göre de biz buna göre bunu yanlış hesab edirik. Belə ki, kvars kumunda günlük qabıcılıqda yox. Qobustan Abşeron fiziki coğrafi rayonundadır. Deməli, 6-cı fikir də doğru olmadığına görə biz bunu da seçəcəyik. Deməli, doğru cavabımız 2, 4 və 6 olacaqdır. Doğru olmayanlar 2, 4 və 6 olacaqdır. Deməli, sonra növbəti sualda qeyd olunur ki, xəritə sxemi əsasən bir rəqəmi ilə göstərilən ərazinin iki rəqəmi ilə göstərilən ərazi ilə fərqli xüsusiyyətlərini müəyyən edin. 2 ilə göstərilib hara? Şollar düzü. 1 ilə göstərilib Lənkəran ovalığı. Düzdürmü? İndi bir rəqəmi ilə göstərilən ərazinin, yəni Lənkəran ovalığının Şollar düzündən fərqli xüsusiyyətini istəyir. Yağıntılar əsas hissəsi ilin soyuq dövründə düşür. Həm Şollar düzündə, həm də Lənkəran ovalığında. İkisində də yağıntılı dövr payız və qış aylarıdır. Ona görə A variantı hər ikisi üçün oxşardır. Mülayim isti iqlim tipində yerləşir. Lənkəran ovalığı yay quraq keçən mülayim isti iqlim yarım tipində yerləşir. Şollar düzü isə qışı mülayim keçən yarım səhra quru-çöl iqlim yarım tipindədir. Ona görə B variantı birinci məntəqəni ikinci məntəqədən fərqləndirir. Tektonik çökmə zonasında yerləşir. Hər ikisi tektonik çökmədə yerləşir. Belə ki, Lənkəran ovalığı Kür tektonik əyilməsində, Şollar düzü ön Qafqaz tektonik əyilməsindədir. Düzən meşə çəmən landşaftı yayılmışdır. Bəli, hər ikisində intrazonal landşaft olan düzən meşəyə rast gəlmək mümkündür. Hər ikisində 4-cü dövrün çöküntülərinə də rast gələ bilərik. Deməli, burada birinci məntəqəni ikinci məntəqədən fərqləndirən fikir B variantı olacaqdır. Növbəti sualımız, Xalxal və Bum mineral bulaqları hansı fiziki coğrafi vilayətdə yerləşir? Bilməlisiniz ki, Xalxal Oğuzda, Bum Qəbələdədir və hər ikisi Zaqatala Lahız fiziki coğrafi rayonunda yerləşir. Doğru cavabımız C variantı olacaqdır. Növbəti, Samı Yalma Milli Parkının yerləşdiyi inzibati rayonun Bəsitçay qoruğunun yerləşdiyi inzibati rayonuna fərqli xüsusiyyətlərini istəyir. Bilməlisiniz ki, Samı Yalma Milli Parkı Xaçmaz rayonunda yerləşir. Bəsitçay qoruğu isə bildiyiniz kimi Zəngilan rayonu ərazisindədir. Samı Yalma Milli Parkında düzən meşə landşaftı və Xəzərin fauna florası qorunur. Bu arada onu qeyd edeyim. Bəsitçay qoruğunda isə şərq çınarı qorunmaqdadır. İndi gəlin baxaq görək, Xaçmaz rayonunun Zəngilan rayonunun fərqli xüsusiyyətləri nədir? Bir Xəzər sahili mövqeyə malik. Bəli, Xaçmaz Xəzər sahilində yerləşir. Amma Zəngilan bilməlisiniz ki, Xəzər sahilində yerləşmir. Ermənistan və İranla sərhəd mövqeyindədir. Çayları Xəzər dəniz hövzəsinə aiddir. Azərbaycan bütün çayları Xəzər dəniz hövzəsinə aiddir. Ona görə istər Xaçmazın, istərsə də Zəngilanın çayları ya birbaşa ya da dolayı yollarla Xəzər dəniz hövzəsinə aiddir. Yalnız tektonik çökmə zonasında yerləşir. Xaçmaz bəli. Xaçmaz bütövlükdə ön Qafqaz tektonik əyilməsində yerləşir. Amma Zəngilan bütövlükdə tektonik çökmədə yerləşmir. Zəngilanın bir hissəsi Kiçik Qafqaz tektonik qalxmasında, bir hissəsi Kür tektonik əyilməsindədir. Ona görə üçüncü fikir deməli Xaçmazı Zəngilanla fərqləndirir. Meşə landşaftı hər ikisində də var. Belə ki, biz deyəcəyik ki, Zəngilanda dağ meşə landşaftına rast gəliriksə, Xaçmazda da düzən meşə landşaftına rast gəlirik. Yarımsərə quru-çöl hər ikisində də var. Ona görə doğru cavabımız 1 və 3 olacaq. Xaçmaz Zəngilanla fərqləndirən fikirlər birinci və üçüncü fikirlərdir. Maşınqayırma məhsullarının istehsalında rolu daha çox olan, inkişaf etməkdə olan ölkələrdir. Verilən ölkələr nəzər yetirək, Çin, Liviya, Argentina, Kamboza, Braziliya və Avstriyadır. Birincisi, ilk öncə biz buradan Avstriyanı çıxmalıyıq. Bildiyiniz kimi Avstriya inkişaf etmiş ölkədir. Burada isə qeyd olunur ki, inkişaf etməkdə olan ölkələr. Düzdürmü? Deməli, 6-cı fikir birbaşa çıxdığı üçün biz görürük A və Y variantları qalır. Belə ki, Çinin maşınqayırmada fərqləndiyini hamımız yaxşı bilirsiniz. Zaten bugünkü bazarımızda kifayət Çinə aid olan maşınqayırma məhsullarını görə bilərsiniz. Biri seçdik. Liviyada biz seçməyəcəyik, çünki Liviya maşınqayırmaya görə fərqlənən bir ölkə deyil, amma Argentina fərqlənir. Kamboza da fərqlənmir. Braziliya fərqlənir amma. Deməli, burada 1, 3 və 5 olacaq doğru cavabımız. Bunlar Çindir, Argentina, Braziliya nisbətən inkişaf etməkdə olan ölkələr arasında daha çox fərqlənən dövlətlərdir. Belə ki, bunlarda maşınqayırma məhsullarını görə bilərik. Doğru cavabımız Y variantı olacaq. Növbəti suala keçid edək. Aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkənin Əl-Cəzairdən fərqli xüsusiyyətləri müəyyən edin. BRICS ölkəsidir.
İnkişaf etmiş ölkələr qrupuna daxildir. Ümumiyyətlə BRICS Braziliyadır, Rusiyadır, Hindistandır, Cənubi Afrika Respublikasıdır. Bu kimi ölkələri bildiyiniz kimi özündə e, əhatə edir və deməli burada biz düşünə bilərik ki, artıq söhbət elə deməli Cənubi Afrika Respublikasından gedir. Əhalinin təbii artımı ikinci tipi səciyyəvidir deyir. Dünyanın ikinci ən hündür şəlaləsi ərazisində yerləşir. Zaten dünyanın ikinci ən hündür şəlaləsi deyəndə də siz söhbət tutmalıydınız. Çünki dünyanın ikinci ən hündür şəlaləsi Tugela'dır. Anhel'dən sonra dünyanın ikinci ən hündür şəlaləsidir və bilirsiniz ki, Əjdaha dağlarında məhz Tugela çayı üzərində yerləşir. İndi gəlin baxaq ki, Əlcəzairi, deməli, daha doğrusu Carı Əlcəzairdən fərqləndirən hansı xüsusiyyətləri seçməliyik? Bir Araq dənizi iqlim tipi yayılmışdır. Həm Əlcəzairdə, həm də Carda Araq dənizi iqlim tipini görə bilərik. Burada fərqli bir şey yoxdur. İki işıqlama quşağında yerləşir. Əlcəzair də Carda. İkisi də iki işıqlama quşağında yerləşir. Anklav ölkə ilə həmsərhəddir. Bəli. Carda anklav var. Lesota. Amma Əlcəzair anklavı yoxdur. Ona görə üçüncü fikir bəli. Carı Əlcəzairdən fərqləndirir. Materikin ucqar nöqtələrinin biri yerləşir. Bəli, Carda Afrikanın ucqar cəmi nöqtəsi olan İynəburnu görə bilərik. Amma Əlcəzairdə hər hansı bir ucqar nöqtə yerləşmir. Deməli, dördü seçə bilərsiniz. Neft-qaz ehtiyatları məhduddur. Biz deyəcəyik ki, bəli, Carın neft-qaz ehtiyatı məhduddur. Amma Əlcəzairin kifayət neft və qaz ehtiyatı var. Ona görə 5-ci fikir seçəcəksiniz. Bu da Carı Əlcəzairdən fərqləndirir. Respublika idarə etmə formasına malikdir. Hər ikisi Respublika idarə etmə formasıdır. Ona görə də burada Carı Əlcəzairdən fərqləndirən fikirlər 3, 4 və 5-ci fikirlər, yəni A variantı olacaqdır. Növbəti sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin deyir. Deməli, Şirvan şəhəri, Mingəçevir şəhəri və Xankəndi şəhəri verilib. Onlarla bağlı doğru fikirləri və yanlış fikirləri baxmalıyıq. Deyir, İnzibati rayon mərkəzi deyil. Şirvan, Mingəçevir, Xankəndi. Bunun üçü də biz deyəcəyik ki, İnzibati rayon mərkəzi deyil. Bunlar sadəcə şəhər statusu daşıyırlar. Burada Şirvan və Mingəçevirə plus qoysa da Xankəndi qoyulub. Amma burada Xankəndi üçün də plus qoyulmalı idi. Qoymadıqları üçün biz bu bəndi seçmirik. Mülayim isti iqlim tipində yerləşir. Şirvan və Mingəçevir xeyr. Şirvan və Mingəçevir qışı mülayim keçən yarımsərə quru çöldə yerləşir. Amma Xankəndi bəli. Ona görə ikinci fikir doğrudur. Kür dağ ərazisi çökəklik vilayətində yerləşir. Şirvan və Mingəçevir bəli. Amma Xankəndi yox. Demək, bu da doğru fikirdir. Əhalinin milli tərkib yekcinsdir. Biz deyəcəyik ki, üçündə də yekcinsdir. Amma burada Şirvan üçün deməli plus qoyulmayıb. Ona görə deməli biz bunu seçmirik. Amma burada da Şirvan üçün də plus qoyulmalı idi. Şəhər ətrafı ərazilərdən neft və qaz hasil edilir. Biz deyəcəyik ki, bu doğru deyil. Ona görə də biz bunu seçmirik. Və yaxud da ki, doğru deyil deyəndə ki, baxaq, Şirvan və Xankəndi üçün plus qoyub, amma Xankəndi ətrafında harada neft qaz hasil olunur. Demək, doğru deyil də bu minus olmalıydı. İndi burada doğru cavab olacaq hansı? Doğru sıra olacaq 2 və 3. Yəni C variantı. Növbəti suala baxaq. Tərtərsay və Türyansay çaylarının fərqli xüsusiyyətlərini istəyir bizdən. Qidalanmasında yeraltı sular üstünlüğü təşkil edir. Hər ikisinin də qidalanmasını bildiyiniz kimi yeraltı sular üstünlüğü təşkil edir. Transsərhəd çay deyil. Heç bir transsərhəd deyil. İkisi də ölkəmizin milli çaylarındandır. Mənsəbində yarımsərə və quruçöl iqlimi yayılmışdır. İqlim tipi yayılmışdır. Bəli, hər ikisinin də mənsəbində yarımsərə quruçölü görə bilərik. Tərtərsay və Türyansay ikisi də Kür çayına tökülür. Belə ki, Tərtərsay Kürün sağ qoludur. Amma Türyansay Kürün sol qoludur. Tərtərsay Qarabağ düzünün çayı hesab olunur. Türyansay Şirvan düzünün çayıdır. Türyansayın mənsəbi Ağdaş rayonudur. Tərtərsayın mənsəbi Bərdə rayonudur. Yer hövzəsində Yura və Tabaşir dövrlərinin çöküntüləri yayılmışdır. Bəli, hər ikisinin də hövzəsində Yura və Tabaşir dövrlərinə aid olan süxurlar var. Şirvan düzündə kürə tökülür. Bu fikir, Y variantında verilən fikir, Türyansaya aiddir. Bəli, Türyansay Şirvan düzündən tökülür, deməli, kürə. Amma Tərtərsay Qarabağ düzündən axaraq kürə tökülür. Ona görə Y variantı fərqli fikirdir. Sualımızın doğru cavabı Y variantı olacaq. Növbəti sual. Qərb yarımkürəsinin şəhər aglomerasiyalarını müəyyən edin. Verilən şəhərlər nəzərə yetirsəniz, məsələn, Osaka bildiyin kimi yerləşir. Məhz
Ee, deməli Yaponiyada və Yaponiya qərb yox, bilirsiniz ki, yerləşir məhz şərq yarımkürəsində. Bu nöqtə nəzərdən deməli e, bu o doğru ola bilməz və həmçinin elə biz burada Lagosda variantlardan çıxa bilər. Lagosda Nigeriya aiddir bildiyiniz kimi. Bu da şərq yarımkürəsinə aiddir. Düzdür, Rio de Janeiro qərb yarımkürəsinə aiddir, amma Lagos Osaka şərqə aid olduğu üçün bu variant doğru ola bilməz. Və ya da Seul burada doğru deyil, çünki Seul Cənubi Koreya aiddir. O da şərq yarımkürəsində yerləşir. New Yorkla Los Angeles ama uyğun gəlir. London, Paris ve New York verilib, ama Paris mesela şərq yarımkürəsində yerləşir. Ona göre doğru değil. Doğru da burada D variantı olacaq. Detroit, São Paulo ve Buenos Aires. Belə ki, Buenos Aires Argentina paytaxtıdır. São Paulo Braziliyanın ən iri şəhəridir. Detroit isə ABŞ ərazisində yerləşir. ABŞ-ın şimal hissəsində yerləşir və bunun üçü də qərb yarımkürəsinə aiddir. Mexico və São Paulo qərbdə olsa da Mumbai Hindistana aiddir və şərq yarımkürəsində yerləşir. Ona göre Y variantı doğru değil. Doğru cevap oldu D variantı. Növbəti sual. Cədvələ əsasən doğru sayıları müəyyən edin deyir. Baxaq, dağlar verilib və xüsusiyyətləri verilib. Böyük Hindan Asiyanın dağlarındandır. Qədim dağdır. Amma burada Cavan Qırşı dağ olduğu qeyd olunub. Deməli, biz deyəcəyik ki, o zaman birinci fikir doğru deyil. Hammers dağları qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranmışdır. Antarktida materikində yerləşir fikri doğru deyil. Çünki Hammersli, Makdonel dağları Avstraliya materikində yerləşir bildiyiniz kimi. Atlas dağları zəngin fosfor ehtiyatına malikdir. Bir neçə ölkənin ərazisində yerləşir. Bəli, Atlas, Əlcəzair, Mərakeş və Tunis dövlətlərinin ərazisində yerləşir. Zəngin fosfor ehtiyatına malikdir. Deməli, üçüncü fikir doğrudur. Pamir dağlarına bağlı. Petçenko buzlağı yerləşir. Bəli, bilirsiniz ki, dünyanın ən böyük dağ buzlağı Petçenkodur və Pamir dağlarında yerləşir. Həmçinin Pamirin içində ən ünlü zirvəsi Kongur, Tacikistanda isə İsmail Samoni pikidir. Demək, burada da hər iki fikir doğru olduğu üçün dördüncü bəndi seçirik. Apolasla bağlı qeyd olunub ki, Şimal Amerikanın ən nəhəng daş kömür hövzəsi buradadır. Düz deyir. Mülayim və subtropik iqlim quşaqlarında yerləşir. Bunun da düz deyir. Alaşan Çində yerləşir və Cənubi Asiya yox, Şərqi Asiyaya aiddir və fəal vulkanizm yox, seismik cəhətdən sabit ərazidə, platformada yerləşir. Ona görə də deyəcək ki, 6-cı bənd doğru deyil. Doğru fikirlər 3-cü, 4-cü və 5-ci bəndlərdir. Yəni C variantı bu sualın doğru cavabı olacaqdır. Növbəti sualımız aşağıda verilmiş əlamətlər hansı təbii zonalara aiddir? Deyir ki, Avrasiyada Rusiyanın cənubu, Qazaxıstan, Monqolistan və Çinin şimalını əhatə edir. Şimali Amerikada meridian istiqamətində ABŞ və Kanada mərkəzi hissəsində yerləşir. Taxılçılıq və maldarlığın inkişafı üçün geniş imkanlara malikdir deyirsə, biz artıq buranın məhz çöl və meşə çöl təbii zonası olduğunu müəyyənləşdirmiş olduq. Doğru cavabımız olacaqdır B variantı. Exolotdan okean çökəkliyinə göndərilmiş səs siqnalı 4.4 saniye geri qayıdıb. Bax, geri qayıdıbsa deyil. Həmin çökəkliyin dərinliyi hesablayın. Əgər geri qayıdıbsa, deməli, o zaman biz vaxtı böləcəyik 2-yə. Eləcək 2,2 saniyə. Deməli, 2,2 saniyə gedib, 2,2 saniyə geri qayıdıb. O zaman biz bilirik ki, okeanda, yəni suda səsin yayılması 1 saniyədə 1500 metrə bərabər. Sizlərə 2,2-ni 1500-ə vursaz, alacaqsınız 3300 metr cavabını. Deməli, doğru cavabımız olacaqdır A variantı. Su erozyon və akumulativ relyef forması müəyyən edin deyəndə sizdən çayların formalaşdırdığı akumulativ relyef formasını istəyib. Verilən variantlara baxanda görürük ki, çayın yaratdığı relyef forması gətirmə konusudur. Ona görə B variantı seçə bilərik. Suyun küləyin fəaliyyəti ilə formalaşır. Sirk buzdaqların fəaliyyəti ilə formalaşır. Barxan küləyin fəaliyyəti ilə formalaşır. Krok dərəsi buzdaqların fəaliyyəti ilə formalaşır. Bizə isə çayın fəaliyyəti ilə formalaşan akumulativ relyef forması lazım idi. Ona görə doğru cavabımız oldu B variantı. Avrasiyada yerləşən səhralardan deyil deyirsə, Tar Hindistan və Pakistanın sərhəddindədir. Yəni Avrasiya materikində yerləşir. Arava, İsrail və İordaniya dövlətlərinin sərhəddindədir. Yəni Avrasiya materikində yerləşir. Gobi Çinin şimal şərqində yerləşir. Yəni Avrasiyadadır. Qaraqum yerləşir məhz Türkmenistan dövlətinin ərazisində, qismən Özbəkistanda da düşür və yəni Avrasiya materikindədir. Amma Kalahar səhrası Afrikada. Hətta Afrikada 3 ölkənin ərazisində düşür. Car, Botswana və Namibiya dövlətlərinin ərazisində yerləşir deyəcəyik.
Ona göre doğru cevabımız olacaktır D variantı. Yani Kalahari serisi Afrika'da yerleşmir. Nisbi rütubətliyi 75% olan bir kub metr havanın su buxarı ilə doyma həddinin 30 qram olduğu nəzərə alaraq mütləq rütubətliyi hesablayın. Deməli, əziz yoldaşlar, əgər tam doyma 30 qramdırsa və havada 75% rütubət varsa, onda mütləq rütubət nəyə bərabərdir? 30-u elə vuracaqsan %75-ə və biz tapacağıq 22,5 qram. Deməli, havada mövcud olan su buxarının miqdarı, yəni mütləq rütubətlik 22,5 qrama bərabərdir. Doğru cavabımız C variantı olacaqdır. Növbəti sual. Deyir ki, fərdi sxemə əsasən hansı bəndin doğru olmadığı müəyyən edin. Burada bir neçə ölkə verilib və biz bu ölkələri müəyyənləşdirməliyik. Birinci ölkə İslandiyadır. İslandiyadır. İkinci ölkəyə baxaq, Portuqaliyadır. Bildiyiniz kimi sizin dilinizdən desək, Cristiano Ronaldo'nun vətəni. Üçüncü İspaniyadır. Dördüncü dövlət Belçikadır. Beşinci ölkə Avstriyadır. Yedi İtalyadır. Altı Çexyadır. 9 Slovakiyadır. 8 Polşadır və 10 da Ukraynadır. Zənnimcə hər hansı bir ölkə diqqətimizdən yayınmadı. Düzdürmü? İndi baxaq. Birinci və 7-ci dövlətlərdə, yəni İslandiya və İtaliyada geotermal elektrik stansiyası fəaliyyət göstərir. Bu doğrudur. Geotermal elektrik stansiyaları bilirsiniz ki, seismik cəhətdən aktiv ərazilərdir və ərazisində vulkan olan dövlətlərdə görülür. İslandiyada Hekla, Bardarbunga, Eyjafjallajökull, Budul, Katla kimi vulkanlar var. İtalyada Sicilya adasında Etna vulkanı, Stromboli adasında Stromboli vulkanı, Apennin yarımadasında ise Vesuvio vulkanı var. Ona göre her ikisinde GEOS var. İkinci ve üçüncü dövlətlər, yəni İspaniya və Portuqaliya əhalinin çoxu Roman dili qrupuna mənsubdur. Bəli, həm İspaniya, həm də Portuqaliyada əhali Hind-Avropa dil ailəsinin Roman dili qrupuna aiddir. 8-ci və 10-cu ölkələr, yəni Polşa və Ukrayna iri kartof istehsalçılardır. Bəli, həm Polşa, həm də Ukrayna istər şəkər çuğunduğuna görə, istər kartofa görə, istər kətana görə bu dövlətlər fərqlənir. 4 və 5 federativ respublikalardır. Və diqqətli ol, Belçika və Avstriya federativdir. Bura qədər hər şey qaydasındır. Amma bu respublikadır fikri səni yanılda bilər. Niyə yanılda bilər? Diqqətindən yayınlar. Federativ görüb doğru seçə bilərsiniz. Amma deyəcək ki, Belçika monarxiya dövlətidir. Konstitusiya monarxiyadır. Avstriya respublikadır. Amma biz deyəcək ki, Belçika respublika deyil. Ona görə D variantı doğru olmayan cavabdır. 6 və 9-cu ölkələr, yəni Çexiya və Slovakiya 20-ci əsrin 90-cı illərin əvvəlinə qədər Çexoslovakiya adlı vahid dövlət olublar. Fikri doğrudur. Amma biz deyəcək ki, D variantı doğru olmayan fikirdir. Növbəti suala baxaq. 2024-cü ildə Şəmkir İnzibati rayonunun əhalisinin ümumi sayı 217 min nəfər olmuşdur. Həmin il urbanizasiya səviyyəsi, yəni şəhərləşmə 34%, rayonun qəsəbələrində yaşayan əhalinin sayı 32.780 nəfər olub. Buna əsasən, həmin il üçün Şəmkir şəhər əhalisinin sayını hesablayın. Birinci baxaq, ümumi əhali nə qədərdir? 217 min. Bunun 34%, yəni tapacaq təbii hesablayacağıq. 34%-i Şəmkir şəhərində və Şəmkir şəhərinin qəsəbələrində məskunlaşıb. İndiyə baxaq görə, onda ümumiyyətcə Şəmkir şəhərində və qəsəbələrində yaşayan əhalinin sayı nəyə bərabərdir? 217 minin %34%-ni tapacağıq. Deməli, 217 minin biz 217 minin 34%-ni tapsaq, bu edəcək 73.780 nəfər. Bax, bu 73.780 nəfər Şəmkir şəhərində və onun qəsəbələrində yaşayan əhalinin toplam cəmidir. Ki, bunun da 32.780-i qəsəbələrdə yaşayandır. Bizdən də sırf Şəmkir şəhərindəki əhalinin sayı soruşduğu üçün necəyik? 73.780-dən qəsəbədə yaşayanların sayı 32.000
780 çıxacaq və 41 min cavabını alacaq. Demək 41 min nəfər sırf Şəmkir şəhərində yaşayan insanlardır. Ona görə doğru cavabımız olacaq 41 min. Növbəti sual. Doğru sıraları müəyyən edin deyir. Ucqar nöqtələr və onlarla bağlı əlamətlər qeyd olunub. Çelikin bilirsiniz ki, Avrasiyanın ucqar şimal nöqtəsidir və Taymır yarımadasında Rusiya dövlətinin ərazisində yerləşir. Birinci fikir doğrudur. İğneburnu Afrikanın cənubunda, Cənubi Afrika Respublikasında subtropik iqlim qurşağında yerləşir. Subtropikin Aralıq dənizi iqlim tipində yerləşir. Ona görə yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Birisi subtropik keçid iqlim qurşağıdır. Yayda tropikin, qışda mülayimin təsirinə məruz qalır. Demək, iki düzdür. Rəsxafun Afrikanın ucqar şərq nöqtəsidir. Somali yarımadasında subekvatoral iqlim qurşağında yerləşir. Burada isə ekvatorial qeyd olunur. Deməli, yanlış qeyd olunur. Subekvatorial qeyd olunmalı idi. Byron Avustraliyanın ucqar qərb yox, ucqar şərq nöqtəsidir. Ona görə 4 də səhvdir. Fröert burnu Cənubi Amerikanın ucqar cənub nöqtəsidir. Məhz deyəcək ki, Magellan boğazı sahilində yerləşir. Galinas Cənubi Amerika ucqar şimal nöqtəsi sahillərindən soyuq yol isti okean cərəyanı keçir. Ona görə 6 səhvdir. Doğru sıraları istədiyi üçün bu sualın doğru cavabı 1, 2 və 5 olacaqdır. Növbəti sual. İnkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələr təbii ki, Koreya, Kipr və Singapurdur. Bunlar inkişaf etmiş ölkələrin siyasında ən son daxil olmuş dövlətlərdir. Niderland, Yunanistan və Finlandiyası doğru deyil. Bu sualın doğru cavabı olacaq 1, 5 və 6. Növbəti suala keçirilək. Deməli, sxemə əsasən A nöqtəsində havanın temperaturunun -2,3, B nöqtəsində isə -9,5 dərəcə olduğunu bilərək kəsmə yüksəkliyin neçə metr olduğunu hesablayın. Deməli, A-da nə qədərdir? -2,3 dərəcə. B-də nə qədərdir? -9,5 dərəcə. Əziz yoldaşlar, aralarında nə qədər temperatur fərqi var? Təbii ki, 9,5-dən 2,3-ün fərqini tapanda müəyyənləşdiririk ki, aralarında 7,2 dərəcə fərq var. Sən də bilirsən ki, hər 1000 metrə temperatur məhz 6 dərəcə dəyişir. Düzdürmü? Hər 1000 metrə temperatur 6 dərəcə dəyişir. 7,2 dərəcə üçün bizim neçə metrə ehtiyacımız var? Əlbəttə ki, bizim ehtiyacımız var 1200 metrə. Deməli, onda A ilə B arasında 1200 metr hündürlük fərqi var. Sənə nə istəyir? Kəsmə yüksəkliyi. Kəsmə yüksəkliyi tapmaq olsun. Baxırıq, A ilə B arasında neçə boşluq var? 1 boşluq, 2 boşluq, 3, 4 dənə boşluq var. O zaman eləsən 1200 metri bölsən 4-ə alacaqsan 300 metr cavabına. Deməli, kəsmə yüksəkliyimiz bərabərdir 300 metrə. Növbəti sual. Uyğunluğu müəyyən edin. Burada York yarımadası, həmçinin Kamçatka yarımadası, Florida yarımadası qeyd olunub. Dünyanın ən böyük boksit hasilatı rayonudur. Təbii ki, York yarımadası. Bilirsiniz ki, York yatağı dünyada ən çox boksitin hasil olunduğu ərazidir. Avustraliyada yerləşir. Ona görə A bəndi 1-ə gedəcək. Mississippi çayı mənsəbi yerləşir. Bunlardan heç birində Mississippi çayı mənsəbi yerləşmir. Fəaliyyətdə olan vulkanlar Kamçatka yarımadasında mövcuddur. Kamçatkada Klyusi-Sopkası vulkanını tanıyırsınız. Rusiya ərazisidir. Sahilləri iki okean sularıyla yuyulur. Bu təbii ki, Yorka aiddir. Belə ki, York yarımadası sahilləri həm Hind, həm də Sakit okean sularıyla yuyulur. Və ABŞ-a məxsus təbii ki, ABŞ-a məxsus olan Florida yarımadasıdır. Demək, 1-ə AD, 2-yə B, 3-ə də Y doğru cavab olacaqdır. Situasiya fikir verək. Deyək, coğrafi uzunluğu 80 dərəcə qərb uzunluğu olan okean sahilindəki A məntəqəsindən hərəkətə başlayan səyyah şərq istiqamətdə hərəkət edərək uca dağları aşmış və müəyyən müddət sonra B məntəqəsinə çatmışdır. Ona məlum idi ki, hərəkət etdiyi coğrafi enlikdə, yəni paraleldə, il ərzində gecə və gündüzün uzunluğu bərabər olur. Səyyah müəyyən etdi ki, çatdığı məntəqənin coğrafi uzunluğu 51 qərb uzunluğudur. Burada materikin ən böyük çayının mənsəbi yerləşir. İlk öncə 80 qərb uzunluğu Sakit okeanıdır. Və bu şərq istiqamətində Sakit okeandan üzü şərqə doğru gedib və dağlar görübsə və həmçinin hərəkət etdiyi paralel xəttində gecə və gündüzün uzunluğu il boyu bərabərdirsə, demək söhbət ekvatordan gedir. Sakit okeanda ekvator boyu istiqamətdə üzü şərqə doğru gedəndə biz Cənubi Amerika materikini gedib çatacağıq. Və demək bu Ant dağlarını aşıb və gəlib Amazon çayının mənsəbinə çatıb. Yaxşı. İndi gəl baxaq. Deyir ki, səyyahın hərəkət etdiyi materiki müəyyənləşdirdik.
Söhbət Cənubi Amerikadır. A və B məntəqələrinin hansı okean sahilində yerləşdiyini. A. Yerləşir Sakit Okeanda. B isə yerləşir Atlantik Okeanda. Bunu da müəyyənləşdirdik. Və səyyahın neçə kilometr məsafə qət etdiyini cədvələ yazın. Birinci səyyah ekvator xətti üzərində hərəkət edib. A məntəqəsi 80 dərəcə qərb uzunluğunda, belə ki, B məntəqəsi 51 dərəcə qərb uzunluğunda yerləşir. Düzdürmü? Aralarında neçə dərəcə fərq var? 29 dərəcə. Ekvator üzərində bizim bir dərəcəmiz nəyə bərabərdir? 111 kilometrə. O zaman 29'u biz vuracağıq neçəyə? 111'ə və tapacağıq. 29'u vursaq 111'ə eləcək 3219 kilometr. Deməli, bu ekvator xətti boyunca 3219 kilometr məsafə qət edib. Birinci situasiyanın cavabı bu. Keçək növbət suala. Səyyahın açdığı uca dağların, mənsəbin çatdığı çayın və bu çayın ən uzun sol qolunun adını yazın. Birinci səyyahın açdığı uca dağ Ant dağlarıdır. Mənsəbi çatdığı çay Amazon çayıdır. Və Amazon ən uzun sol qolu Rio deyəcək ki, Negro qoludur. Rio Negro qoludur. Amazon ən uzun sol qolu. Növbəti. A və B məntəqələrinin yerləşdikləri saat quşağı. Təbii ki, A yerləşir da 80 dərəcə qərb uzunluğunda. B harda yerləşir? 51 dərəcə qərb uzunluğunda. Bunların saat quşaqlarını müəyyənləşdirməliyik və materikin ən böyük çayının mənsəbinə yerləşdiyi ölkənin adını yazın. Çay mənsəbi Amazon idi. Amazon mənsəbi yerləşir Braziliyada. Bunu yazdık. İndi gələk A-la B-nin yerləşdiyi saat quşağını təyin edək. 80'i böləcəksən 15'ə. 5 dəfə. 75. Qalıq gördüyün kimi 7,5'dən kiçikdir. Qismət olduğu kimi qalacaq. Amma burada qərb uzunluğu olduğu üçün 24'dən çıxacaqsan 5'i eləcək 19-cu saat quşağı. Demək, A məntəqəsi yerləşir 19-cu saat quşağında. 51'i böləcəksən 15'ə. 3 dəfə 45. Qalıq elədi 6. Qalıq 7,5'dən kiçik olduğu üçün qismət olduğu kimi qaldı. Amma bu qərb yarımkürəsi olduğu üçün 24'dən çıxacaqsan 3'ü eləcək 21. Demək, B məntəqəsi də yerləşir 21-ci saat quşağında. Belə əziz yoldaşlar, bu sınaqda coğrafyadan istifadə olmuş sualların hər birinin izahı ilə tanış oldunuz. Və ümid edirəm ki, hər bir izah sizə tam olaraq aydın olmuşdur, faydalı olmuşdur. Bu videonu maksimum dərəcədə dostlarınızla bölüşün, kanala abunə olun. Kanala abunə olun ki, biz daha çox insan üçün faydalı işlər görə bilək və hamı yararlana bilsin və dostlarınızla da bölüşün ki, onlar da istifadə edə bilsin və sualların izahı tanış olsun. Çünki nəticə itibarilə bildiyiniz kimi qəbula çox az bir müddət qalıb, artıq son 2 ay qalıb deyə bilərik birinci qəbul imtahanına. Birinci qəbul imtahanınız mayın sonuncu həftəsi olacaq inşallah. Və bunu nəzərə alsaq, deməli bizim 2 ayımız var və vaxtı maksimum dərəcədə səmərəli istifadə etməliyik. Maksimum dərəcədə ciddi çalışmalıyıq, ciddi hazırlaşmalıyıq və çalışın maksimum dərəcədə çoxlu sınaqlar işləyin, çoxlu quizlər işləyin və təkrar edin, təkrara başlayın. Əgər təkrara başlamamışsınızsa, çox yubanmışsınız və sizin bu 2 ay ərzində mütləq proqramı bitirib və sürətli təkrara ehtiyacınız var. Belə, növbəti videolarda görüşənədək özünüzü qoruyun, dediklərimi əməl edin, çalışın, vuruşun. Əminəm ki, əziyyətinizin qarşılığını mütləq görəcəksiniz. Çoxlu dediyim kimi suallar işləyin. Dimin test toplusunda işləməmiş bir sual da varsa qoymayın. Bütün suallara baxın və açıq tipli suallara xüsusilə nəzər yetirin. Sonuncu suallara mütləq baxın, köçürməyin. Cavabları köçürməyin hepsini əldə etməyəcəksiniz. Zaten kim köçürübsə, bura qədər köçürmüsünüzsə, belə deyək ki, artıq olan olub, keçən keçib. İndən sonra olacaq mərhələdə isə köçürməyin. Nə bilirsinizsə onu eləyin və onu yazın və harada nə boşluğunuz varsa onları mütəmadi olaraq təkrar edin ki, nəticə əldə edə bilərsiniz. Bu 2 ay sizlər üçün çox əhəmiyyətli bir müddətdir və bunu maksimum dəyərləndirmək lazımdır ki, təbii ki, nəticəniz də sizi qane etsin. Çünki çəkilən bir əziyyət var, sizin əziyyətiniz var, müəllimlərimizin əziyyəti var və mən deyərdim ki, bu mərhələdə kifayət qədər valideynlərin də əziyyəti var. Burada həm maddi, həm mənəvi tərəf var. Ona görə həm öz əziyyətinizi, həm müəllimlərinizin, həm də valideynlərinizin əziyyətini hədər etməyin, doğru çalışın
və intizamlı şəkildə çalışın ki, nəticə də olsun. Kanalda kifayət qədər sual izahı görə bilərsiniz. Hətta mövzu izahları da var. Maksimum dərs onlardan da yararlana bilərsiniz, istifadə edə bilərsiniz. Halal xoşunuz olsun. Kimə fayda ola biliriksə, nə xoş bizə. İnşallah həm də bizim bir marafonumuz başlayacaq. Mütəmadi olaraq qəbul imtahanına qədər çoxlu sayda kanalda sınaqlar izah olunacaq sizin üçün. Ona görə kanalı həm də izləmədə ona görə qalın ki, bu sınaq izahlarından tanış olmaq imkanınız olsun. Əgər narahat etməyəcəksə bildiriş butonunu açıq saxlaya bilərsiniz. Yox, əgər narahat edirsə elə problem deyil. Bildiriş butonunu açıq etməsəniz də olar, amma abunə olun ki, video izahlardan vaxtında xəbəriniz olsun. Dediyim kimi, ümid edirəm bu marafonun da sizin üçün faydası olar. Belə, özünüzə yaxşı baxın, Allah'a əmanət olun, Allah sizə zehin açıqlığı versin. İnşallah növbəti video izahlarda görüşənədək kimlərə də ki, onun siniflər üçün bugünkü sınavın izahı lazımsa, növbəti video izahı izləyərək tanış ola bilər. Görüşərək növbəti video izahlarda Allah'a əmanət olun.